Bütün qəlbimin gücü ilə arzulayırdım ki, musiqim yayılsın. Onu sevən, onda təsəlli və dayaq tapan insanların sayı artsın. Bu sözlərdə Pyotr İliç Çaykovskinin sənət amalının mahiyyəti aydın və parlaq şəkildə ifadə olunur. O öz missiyasını musiqiyə və insanlara xidmət etməkdə görürdü. O, məhz dolğun, səmimi və sadə musiqi dili ilə düşüncələrimizi məşğul edən, qəlbimizi titrədən, ən ülvi, ən dərin və ən həyəcanlı duyğular barədə bizimlə söhbət edir. Bu uca məqsədə çatmaq yalnız ali bəstəkarlıq ustalığını kamili zirvəsinə qədər inkişaf etdirməkdə deyil, Rus və dünya musiqi mədəniyyətinin zəngin xəzinəsini mənimsəməklə mümkün idi. Yaradıcılıq qüvvələrinin daim gərginlikdə olması, saysız-hesabsız musiqi incilərinin yaranması naminə çəkilən gündəlik və ilhamlı zəhmət, böyük sənətkarın ömür yolunun həm məzmununa, həm də mənasına çevrilmişdi. Bugün sizinlə birlikdə Pyotr İliç Çaykovskinin yaradıcılıq kitabının İlim Fəsilləri adlı səhifəsini vərəqləyəcəyik. Uşaqlıqdan demək olar ki, hər kəsə tanış olan parlaq və xarakterik pyeslər silsiləsi bəstəkarın özünə məxsus şəxsi gündəliyidir, deyə bilərik. O, yadda qalan və onun üçün ən əziz olan bütün epizodları, təbiətin heyrətamiz mənzərələrini burada diqqətlə qeyd edib. Silsilədə şəhər həyatının səhnələri, kənd məişəti, sonsuz arzu və duyğular bir-biri ilə sıx şəkildə çulğalaşıb. Məhz bu xüsusiyyət Pyotr İliç Çaykovskinin fortepiano üçün yazdığı İlim Fəsilləri silsiləsini eyni adlı digər oxşar əsərlərdən fərqləndirir. Məşhur silsilənin yaranması birbaşa Novellis jurnalı ilə bağlıdır. 1840-1906-cı illər ərzində Sankt-Peterburqda ayda bir dəfə nəşr olunan bu musiqi jurnalı oxucuları musiqi aləmindəki bütün yeniliklərlə, yerli və xarici bəstəkarların əsərləri ilə tanış edirdi. Novellis jurnalında Rus və Qərbi Avropa müəlliflərinin fortepiano və vokal əsərləri nəşr olunurdu. Jurnalın digər bölmələrində isə Avropa və Rusiyanın musiqi həyatına dair yeniliklər, tənqidi məqalələr və xronikalar yer alırdı. Pyotr İliç Çaykovski 1873-cü ildən jurnal ilə uğurlu əməkdaşlıq edirdi. Həmin vaxt o nəşr üçün xüsusi olaraq bir neçə vokal əsər yazmışdır. Bu dəfə isə jurnalın naşiri Nikolay Matveyeviç Bernard 1875-ci ilin noyabrında Çaykovskiyə müraciət edərək bir pyeslər silsiləsi bəstələməsini xahiş etmiş və kifayət qədər yüksək qonorar vəd etmişdir. Naşir əvvəlcədən bəstəkar üçün pyeslərin adlarını təklif etdi və bununla da əsərlərin proqramı müəyyənləşdirildi. 1875-ci ilin dekabrında həmin jurnalda növbəti il oxucuları Pyotr İliç Çaykovskinin orijinal əsəri ilə tanış edəcəklərini vəd edən elan dərc olundu və pyeslərin adları sadalandı. Bəstəkarın 24 noyabr 1875-ci il tarixli məktubundan: Əziz və çox hörmətli Nikolay Matveyeviç, məktubunuzu aldım. Mənə bu qədər yüksək qonorar ödəməyə göstərdiyiniz nəzakətli hazırlığınıza görə sizə çox minnətdaram. Ümid edirəm ki, ümidlərinizi doğruldaram və sizi razı sala bilərəm. Yaxın vaxtlarda sizə birinci pyesi göndərəcəyəm. Bəlkə də birdən 2 və 3-ünü birlikdə yolladım. Əgər heç nə mane olmasa, iş tezliklə irəliləyəcək. İndi fortepiano üçün kiçik pyeslərlə çox diqqətlə məşğul olacağam. Sizin Pyotr Çaykovski. 1875-ci ilin dekabr ayının ortalarında bəstəkarın Bernarda yazdığı digər məktubunda isə əsərlərin yazılmasına çox məsuliyyətlə yanaşdığı ifadə olunurdu. Hətta pyeslərin uzun və darıxdırıcı ola biləcəyindən ciddi şəkildə narahat olduğunu bildirmişdir. Lakin Çaykovskinin şübhələri əsassız idi. Çünki əsərlər Bernardın xoşuna gəldi və vaxtında dərc olundu. Pyeslər hazır olduqları və Novellis jurnalında dərc edildikdə Bernard bəstəkarın ideyasını daha dolğun açmaq üçün onlara poetik epiqraflar əlavə etdi. İlim Fəsilləri adı isə ilk dəfə 1876-cı ilin sonunda bütün silsilə tam şəkildə nəşr olunarkən meydana çıxdı.
Sonrakı bütün nəşrlərdə bu başlıq saxlanıldı. Bununla belə Bernard başlığa 12 xarakterik lövhə izahını əlavə edərək öz töhfəsini verdi. Nikolay Matveyeviç Bernard Rus ədəbiyyatı və poeziyasının böyük bilicisi, həm də ədəbi əsərlərin müəllifi idi. Görünür, artıq yazılmış Çaykovski pyeslərinə Rus şairlərinin şeirlərini epiqraf kimi əlavə etmək təşəbbüsü məhz naşirə aid olmuşdur. Çaykovski bundan əvvəlcədən xəbərdar idimi? Nəşr zamanı şeirlər onunla razılaşdırılmışdımı? Məlum deyil. Lakin bəstəkarın sağlığında çap olunan bütün nəşrlərə bu şeir epiqrafları daxil edilmişdir. Deməli, Çaykovski onları bu və ya digər şəkildə qəbul etmiş və bəyənmişdir. Aleksandr Sergeyeviç Pushkin, Pyotr Andreyeviç Vyazemski, Apollon Nikolayeviç Maykov, Afanasiy Fed, Aleksey Nikolayeviç Pleshchev, Aleksey Vasilyeviç Koltsov, Aleksey Konstantinoviç Tolstoy, Nikolay Nekrasov, Vasiliy Andreyeviç Zhukovskinin şeirləri epiqraf olaraq təsadüfi seçilməmişdir. Bu şeirlər Çaykovskinin poetik dünya görüşü və Rus ədəbiyyatı ilə sıx bağlılığını əks etdirmişdir və yaradıcılığında bu şairlərin əsərlərinə müraciət etmişdir. Təəssüf ki, tənqidçilərin Çaykovskinin bu yeniliyini necə qarşıladıqları və pyeslərin ilk dəfə harada ifa olunduğu barədə məlumat yoxdur. Bununla belə əsərə olan rəğbət özünü çox gözlətmədi. Qısa müddət ərzində bu silsilə həm həvəskarlar, həm də peşəkar ifaçılar arasında olduqca məşhurlaşdı və sevildi. Təbiət, şairləri və yazıcıları, rəssamları və musiqiçiləri ilim fəsillərinin bənzərsiz obrazlarını yaratmağa ilhamlandıran gözəl bir aləmdir. Onlar öz hisslərini sözlər, səslər və rənglər vasitəsilə ifadə edirlər. Bildiyimiz kimi Pyotr İliç Çaykovski ilim fəsilləri silsiləsini yazan yeganə bəstəkar deyil. Gəlin musiqi tarixində bu mövzuya müraciət etmiş bəstəkarların əsərlərini birlikdə xatırlayaq. İtalyan bəstəkarı Antonio Vivaldi müxtəlif fəsillərə uyğun 4 konsert bəstələmişdir. Skripka və simli orkestr və basso kantoni üçün nəzərdə tutulmuş bu konsert silsilələri Opus 8-ə aiddir. 1725-ci ildə nəşr olunmuşdur. Hər bir konsert epiqrafla başlanır. Epiqraf kimi məhz bu əsərlər üçün sonetlər yazılmışdır. Bütövlükdə 8 nömrəli toplu Vivaldinin himayədarı Bohemia zadəcanı Qraf Wenzel Humbert von Morzinə həsr edilmişdir. Franz Joseph Haydn ilim fəsilləri oratoriyasını bas, soprano, tenor solistləri, xor və böyük simfonik orkestr üçün yazmışdır. Əsərin libretto müəllifi baron Gottfried van Switten'dir. O, diplomat kimi Habsburg monarxiyası adından Hollandiya, Fransa, Ječpospolitada fəaliyyət göstərmişdir. Həmçinin o, Joseph Haydn, Wolfgang Amadei Mozart, Ludwig van Beethoven, Karl Emanuel Bach kimi bəstəkarların himayədarlarından biri olmuşdur. Bu oratoriyadan əvvəl baron Haydnın dünyanın yaranması oratoriyasının da librettosunu hazırlamışdır. İlim fəsilləri oratoriyasının mətni Şotland şairi və dramaturqu James Thomsonun Fəsillər poemasına əsaslanır. Switten həmçinin librettoya dövrün tanınmış Alman şairlərindən Bürger, Gottfried August və Christian Felix Weiss'in bəzi şeirlərini də daxil etmişdir. 1799-cu ildən bəstəkar əsər üzərində işləməyə başlamışdır. 44 nömrədən ibarət 4 hissəli oratoriya ilk dəfə 24 aprel 1801-ci ildə Viyanada Schwarzenberg sarayında səslənmişdir. Əsərdə yalnız təbiətin dövrləri deyil, eləcə də insanların, xüsusən kəndlilərin mövsümi işləri və həyat tərzi musiqi ilə təsvir edilir. 1802-1803-cü illərdə oratoriya həm Alman, həm də İngilis dilində ilk dəfə nəşr edilmişdir. Felix Mendelssohn Bartholdy'nin bacısı, romantizm cərəyanının nümayəndəsi olan Fanny Mendelssohn Hensel, Yahudi əsilli Alman bəstəkarı və pianoçu idi. O, 1841-ci ildə fortepiano üçün Dacia il adlı silsilə bəstələmişdir. Silsilədəki pyeslərin hər biri ilin bir ayına həsr olunmuşdur.
Silsilədə hər ayın təbiəti, mövsüm dəyişiklikləri və insan əhval-ruhiyyəsi proqramlı musiqi vasitəsilə təsvir olunur. 12 nömrədən sonra silsilənin sonunda yerləşən Naxşbel epiloq hissəsi bütün silsiləni ümumiləşdirir və musiqidə ilin tamamlanması ideyasını ifadə edir. Fanny Mendelssohn il silsiləsinin ilk variantını 1841-ci ilin avqust-dekabr ayları arasında bəstələnmiş və Milad bayramında onu həyat yoldaşı rəssam Wilhelm Henselə hədiyyə etmişdir. 1842-ci ildə isə əsəri yenidən redaktə etmiş. Bu dəfə pyeslərin əvvəlində həmin ayın məzmununu ifadə edən qısa epiqraflar əlavə olunmuşdur. Fanny silsiləni rəngli kağız üzərində yenidən yazmış, həyat yoldaşı rəssam Wilhelm Hensel isə hər ay üçün illüstrasiyalar çəkmişdir. Eləcə də pyeslərin əksəriyyətində yalnız kiçik dəyişikliklər edilmişdir. Bəziləri qısaldılmış və ya yenidən işlənmişdir. Buna görə də il yalnız fortepiano silsiləsi deyil, həm də musiqi və təsviri sənətin birləşdiyi bədii albom kimi qəbul olunur. Bu silsilə bəstəkarın sağlığında bütövlükdə nəşr olunmamışdır. Aleksandr Konstantinoviç Glazunovun İlin Fəsilləri adlı bir pərdəli baleti 4 şəkil və bir final apofeozdan ibarətdir. İlin Fəsilləri baletinin ideyası İmperator teatrlarının direktoru İvan Aleksandroviç Vsevolojskiyə məxsus idi. O, qədimlik və klassik saray mədəniyyətini sevənlərdən biri idi və 16-17-ci əsr fransız saray baleti ruhunda əsər hazırlanmasını təklif etmişdir. O, 1899-cu ildə İmperator teatrlarının direktoru vəzifəsini tərk etməli olsa da, planlaşdırılmış İtaliyalı knyazların və fransız kral saraylarının tamaşalarını xatırladan allegorik balet layihəsi həyata keçirilməli idi. Baletin libretto müəllifi isə baletmeyster Marius Petipa idi. Bu allegorik baletin musiqisi Glazunov tərəfindən 1899-cu ildə yazılmışdır. Balet 7 fevral 1900-cü ildə Sankt Peterburqda İmperator Teatrı Ermitaj Qış Sarayında, 13 fevral 1900-cü ildə isə Marinsk Teatrında səhnələşdirilmişdir. Premyerada bütün İmperator saray heyəti iştirak etmişdir. Marius Petipa'nın xoreografiyası ilə səhnələşdirilmiş İlin Fəsilləri baletinin ssenarisi birləşdirilmiş sujetə malik deyil və hər hansı dramatik hadisə təqdim etmir. Balet bir növ rəqs suitasıdır. 18 nömrədən ibarətdir. Glazunovun isə bu əsərə öz xüsusi yanaşması vardı. Onu ən çox cəlb edən ideya xoreografik təqdimatda təbiətin qış yuxusundan dirçəlişi, günəşlə dolu yay günlərini və məhsuldar payızın gəlməsini təsvir edən əbədi miflərdən birini musiqi vasitəsilə canlandırmaq idi. Glazunovun əsərdə ustalıqla istifadə etdiyi müxtəlif musiqi vasitələri sayəsində biz mövsümlərin bütün rənglərini və zənginliyini hiss edə bilərik. Eləcə də ildırımın çaxmasını, dolunun yağmasını, qar dənələrinin xışıltısını eşidə bilərik. Baletdəki musiqi obrazları rəngarəng və canlıdır. Hər hansı bir süni və ya məcburi üslubdan uzaqdır. Las Estaciones Porteñas, həmçinin Cuatro Estaciones Porteñas adı ilə tanınan Buenos Airesdə İlin Fəsilləri əsəri Argentinalı bəstəkar Astor Piazzolla tərəfindən yazılmış 4 tango kompozisiyasından ibarətdir. Əvvəlcə Piazzolla onları bir suita kimi deyil, ayrı-ayrı əsərlər kimi nəzərdə tutmuş və zamanla müxtəlif albomlarda nəşr olunmuşdur. Lakin Piazzolla bəzən onları birlikdə də ifa edirdi. Hissələr bəstəkarın yaratdığı kvintet üçün yazılmışdır. Skripka, fortepiano, elektrogitara, kontrabas və bandoneon aləti üçün. Piazzolla əsərin adına Porteña sözünü əlavə edərək Buenos Aires'ə doğulan və ya yaşayan insanları işarə etmişdir. Xüsusilə Leman yaxınlığında Argentina tangosunun doğulduğu mühitdə yaşayan kasıb insanları. Piazzolla'nın İlin Fəsilləri əsəri klassik mənada fəsilləri ifadə etmir. Əsərin adında bəstəkar Buenos Aires'in kənar məhəlləsində yaşayan bir insanın həyatının müxtəlif dövrlərini göstərir. Konsert təcrübəsində isə Buenos Aires'də İlin Fəsilləri kimi tərcümə olunaraq möhkəmlənmişdir. Yəni Buenos Aires'in kənar məhəlləsində kasıb bir insanın həyatında fəsillərin dəyişməsi kimi
uzun və spesifik tərcümə edilməmişdir. Digər eyni adlı əsərlərdən fərqli olaraq, burada hissələrin yazılma ardıcıllığı fəsillərin sıralaması ilə eyni deyil. Bəstəkar əvvəlcə 1965-ci ildə Buenos Airesdə yay tangosunu bəstələyib. Əsər teatr piyesi üçün musiqi fraqmenti kimi nəzərdə tutulmuşdur. 1969-cu ildə Buenos Airesdə payız, 1970-ci ildə Buenos Airesdə yaz və qış tangolarını bəstələmişdir. Silsilədə Piazzolla barok konsert formasından sərbəst istifadə edir, solo və tutti fraqmentlərini növbələşdirir. Bəstəkar bu tangolarda müxtəlif musiqi ənənələrini, klassik, caz, afro-ispan üslublarını birləşdirir. Buenos Airesin ilim fəsilləri silsiləsinin hissələrinin ifa ardıcıllığı ilə bağlı iki ənənə mövcuddur. Vivaldi'nin konsertlərinin ardıcıllığına əsaslanan ənənə yaz, yay, payız, qış. Digəri isə Piazzolla'ya daha yaxın olan ardıcıllıq. Piazzolla ilk olaraq Buenos Airesdə yay tangosunu bəstələsə də, 4 hissəni birlikdə təqdim edərkən dramaturji və emosional effekt üçün onları payızdan başlayaraq sıralamışdır. Yəni, payız, qış, yaz, yay ardıcıllığında ifa edirdi. İlim fəsilləri mövzusu tarix boyu incəsənətin müxtəlif sahələrində öz əksini tapmışdır. Bu mövzuda tablolardan, freska və heykəllərdən başlayaraq bəstəkar əsərlərinə və poeziyada yazılmış mətnlərə qədər müxtəlif nümunələr mövcuddur. Zaman keçdikcə bu mövzu yenidən işlənmiş, hər dövrün incəsənət nümayəndələri onu öz üslubları və yaradıcılıq yanaşmaları ilə təqdim etmişlər. Hörmətli izləyicilər, növbəti bölümdə isə Fyodor İliç Çaykovskinin ilim fəsilləri silsiləsinə aid olan pyeslərə birlikdə nəzər salacağıq. Onların musiqi dili, forma xüsusiyyətləri və obrazlar sistemini təhlil edəcəyik. Sizlər isə şərh yazmağı unutmayın. Bu, məhz sizləri maraqlandıran mövzulara dair videolar hazırlamağıma kömək edir. Təşəkkür edirəm.